Bəzən insanları səhnədən tanıyırıq. Onların zarafatlarına gülürük, obrazlarını alqışlayırıq. Ekranda gördüyümüz adamın həyatının da elə həmin səhnə qədər rəngarəng olduğunu düşünürük. Amma bəzi aktyorların səhnədən kənardakı həyatı tamamilə başqa olur. Elçin Həmidov da belə aktyorlardan idi. O milyonları güldürdü, amma uşaqlığı gülüşdən çox uzaq keçmişdi. Elə bir uşaqlıq ki, acılıqdan kirpikləri tökülmüşdü. Elə bir həyat ki, atasını, anasını, bacı qardaşlarını itirmişdi. Və elə bir son ki, aktyor öz ölümünü sanki illər əvvəl təsvir etmişdi. Bəs Elçin Həmidovun həyatında nələr baş vermişdi? Və niyə o bütün həyatı boyu ailə qurmaqdan qorxurdu? Bu dünyada ilham etsiz kimə çağırdınız? Mən səhnədən getməyəcəm heç bir anda. Mən olmasam kimə qulaq asardınız? Rəstropoviç sevir məni uşaqlıqda. Jackson deyir səninlə klip çəkdirəcəm. Söz verirlər. Elçin Qəzənfəroğlu Həmidov 29 iyun 1958-ci ildə Bakıda dünyaya gəlib, amma həyat onun qarşısına çox erkən ağır sınaqlar çıxarıb. Əvvəl atasını, sonra isə anasını itirib. Elçin və bacı qardaşlarını əmsinin himayəsinə keçiblər. Lakin ata-ana etkisi ilə bitməyən ağrılar onun üçün başqa bir evdə davam edib. Mənbələrdə Elçinin həmin illərdə ağır işlər gördüyü, az yemək yediyi və tez-tez döyüldüyü qeyd olunur. Hətta bir dəfə döyüləndən sonra vəziyyəti o qədər ağırlaşır ki, təcili yardım çağırılır. Ən ağrılı məqamlardan biri isə Elçinin illər sonra özü haqqında danışarkən söylədiyi xatirədir. Uşaqlıqda o qədər ac qalırmış ki, vitamin çatışmazlığından kirpikləri tökülürmüş. Amma faciələr bununla da bitməyib. Valideynlərinin itkisini yaşamaqla kifayətlənməyən Elçin yeniyetməlik illərində bacı və qardaşlarını da itirib. Bir insanın uşaqlıq və yeniyetməlik dövrünə bu qədər itki necə sığa bilər? Bəlkə də Elçin Həmidovun sonrakı həyatındakı qəribə davranışların bir hissəsini məhz bu uşaqlıq izah edirdi. Bilirsən, ola bilsin ki, Rusiyada Azərbaycanlıların sayı 3 milyondan da çoxdur. Amma səsləri elə gəlir ki, elə bil 3 nəfərdirlər. Düzdür, onların arasında vətənpərvərləri də var. Azərbaycana və Azərbaycanlılara kömək eləyəni də var. Amma təəssüf ki, azdır. Biz itirdiklərimizin dəyərini həmişə sonradan başa düşürük. Elçin Həmidovun aktyor olması isə birbaşa səhnədən başlamayıb. O əvvəl kuryer işləyib, sonra musiqili komediya teatrında işıqçı və fəhlə kimi çalışıb. Yəni bir vaxtlar səhnənin önündə deyil, arxasında idi, amma teatrda başqa bir istedadı üzə çıxdı. Səsi. Yaxşı səsinə görə onu xor artisti kimi işə götürüblər. 77-ci ildə Elçin Həmidov İncəsənət İnstitutunun dram kino aktyoru fakültəsinə daxil olub. Bir neçə il sonra isə artıq səhnədə aktyor kimi görünməyə başlayacaqdı. 83-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist, vokalist kimi fəaliyyət göstərib. Düşmərəm bir anda səndən ayrılaq. Sonsuz məhəbbətim sözüm dostum. Elçin Həmidov haqqında ən maraqlı faktlardan biri onun səsi ilə bağlıdır. Mənbələrdə onun həm bariton, həm də soprano səs imkanlarına malik olduğu qeyd olunur. Tamaşalardakı bir çox musiqini də özü ifa edib, amma Elçini tamaşaçıya daha da yaxınlaşdıran başqa bir istedadı var idi: parodiya. O, tanınmış sənətçiləri elə təqlid eləyirdi ki, tamaşaçı bəzən orijinal ifası ilə parodiyanı ayırmaqda çətinlik çəkirdi. Saçları beyazlamış arkadaş, sana da benim gibi çektirenmi var? Neden saçların beyazlamış arkadaş? Elçin Həmidov onların obrazlarını və səslərini parodiya etməyi bacarırdı. Sonralar Bakılı oğlanların səhnə proqramlarında yaratdığı məzə obrazı onu geniş tamaşaçı auditoriyasına tanıtdı.
Sabahın xeyir Məzay. Salam. Necəsən Məzi? Uşaqlar, çoxdandır sizdən soruşmaq istəyirdim. Uzaq qohum yaxşıdır, yoxsa yaxın qonşu? Nə bilim ana, baxır harda işləyim də. Hə? Məzi deyirəm bəlkə sənə düzəldi radioya DJ. Hə? DJ nədir? Ola o radioda oturan da ala da. Radioda oturan? Axı mən bunun içində sıxışmaram. Ala 1-2 həftə diyetə saxlayarsan, bir tər sıxışdırarıq da sənə. Elçin Həmidovun sənət həyatında xüsusi yeri olan insanlardan biri Hacıbaba Bağırov olub. İki aktyor yaxın dost idilər. Hətta Hacıbaba Bağırov Elçinin istedadına o qədər inanırdı ki, öz rollarını belə müəyyən hallarda ona həvalə eləyirdi. Elçin isə əvvəlcə bunun zarafat olduğunu düşünürdü. Çünki səhnədə özündən daha böyük sənətkarın rolunu oynamaq təklifi onun üçün inanılmaz görünürdü. Amma bu dostluğun ən təsirli tərəfi Hacıbaba Bağırovun ölümündən sonra ortaya çıxdı. Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca idi. Elçin Həmidov gecələr dostunun evinə zəng eləyir və onun qızına telefonda nağıllar danışırdı. Bəlkə də Elçinin uşaqlığında çatışmayan ata qayğısının bir hissəsi onu başqasının uşağına belə yaxınlaşdırmışdı. Bizi yıxan elə bax bu sözlərdir. Əşi, düzələr, yola ver getsin, eybi yoxdur. Əgər sən gördüyün işlərə əşi, düzələr, eybi yoxdur, yola ver getsin kimi sözlərlə yanaşırsansa, onda nəticə bax belə olmalıydı. Hər bir vətəndaş öz işinə məsuliyyətlə, canla, başla yanaşmalıdır. Bizdə necədir? İnsana onun tutduğu vəzifəyə görə hörmət edirlər. Amma bu belə olmamalıdır. İnsana onun gördüyü işlərə görə hörmət eləməlidirlər. Hətta vəzifədən getsə belə. Mənim arzum odur ki, istənilən sahədə tutduğumuz vəzifədən asılı olmayaraq işimizə elə münasibət bəsləyək ki, nəticədə qazanan vətənimiz olsun. Elçin Həmidov heç vaxt ailə qurmayıb, amma bunun səbəbi qadınlara marağının olmaması deyildi, əksinə o ciddi münasibət və ailə istəyirdi. Sadəcə bir qorxusu var idi: ölüm. Elçinin yaxınlarına dediyi fikrə görə ailə qurmaqdan qorxurdu, çünki ölüb gedərsə həyat yoldaşının tək qalacağından narahat olurdu. Bu ilk baxışda qəribə görünür, amma Elçinin həyatını biləndə həmin qorxunun hardan gəldiyini anlamaq mümkündür. Uşaqlıqdan ölüm onun həyatının içində idi. Əvvəl ata, sonra ana, sonra bacı qardaşlar. Bəlkə də Elçin üçün ölüm sadəcə həyatın sonunda gələn bir hadisə deyildi. O ölümü çox erkən yaşlarında tanıyırdı. İndi isə Elçin Həmidov haqqında ən müəmmalı faktlardan birinə gəlirik. O, dostlarına dəfələrlə deyirmiş: mən 50 yaşımı keçməyəcəm. Amma daha qəribəsi bundan sonra dedikləri idi. Elçin deyirmiş ki, 50 yaşı keçsə belə bir gün evində tək öləcək və heç kim bundan xəbər tutmayacaq. Dostları onun evinin qapısını döyəcək, o isə qapını açmayacaq və onlar qapını sındıraraq içəri girəndə onun öldüyünü görəcəklər. Bu sözlər sonradan sadəcə bir qorxu kimi qalmadı. 2011-ci ilin martında sanki dedikləri gerçəyə çevrildi. Elçin Həmidovun səhnədəki son rolu Nikolay Gogolun Evlənmə əsəri əsasında hazırlanan tamaşada oldu. Həmin dövrdə səhhətində problemlər var idi. Məşqlər zamanı bəzən rolunun sözlərini unudur, sonra üzr istəyirdi. Amma tamaşanın premyerasından sonra qəribə bir şey elədi. Dostlarından xahiş etdi: mən öz tamaşama son dəfə baxmaq istəyirəm. Sonra həmin tamaşanın diskini təxminən 2 saat ərzində səssizcə izlədi. Sanki özünün səhnədəki son görüntüsünə baxırdı. Sanki aktyor öz finalını izləyirdi. Ölümündən 2 gün əvvəl Elçin Həmidov dostları ilə telefonla danışmışdı. Onlara evdə tək qalmaqdan qorxduğunu demişdi. Bir müddət sonra isə ondan xəbər çıxmadı.
Tamaşaya gəlməli idi, amma gəlmədi. Telefon zənglərinə də cavab vermədi. Dostları təşvişə düşdülər. Onun evinə getdilər. Qapı açılmadı. Nəticədə mənzilə daxil olmaq üçün qapını sındırmaq lazım gəldi. Elçin Həmidov evində vəfat etmiş vəziyyətdə tapıldı. İlkin məlumata görə ölüm səbəbi ürək xəstəliyi kimi göstərildi. Daha sonra onun irsi ürək xəstəliyindən əziyyət çəkdiyi barədə məlumat yayıldı. 2011-ci il martın 4-də Elçin Həmidov 52 yaşında dünyasını dəyişdi. Elçin Həmidovun həyatında qəribə bir ziddiyyət var idi. O insanları güldürürdü, amma özü çox ağır həyat yaşamışdı. Uşaqlığında aclıq görmüşdü, valideynlərini itirmişdi, bacı qardaşlarının ölümünü yaşamışdı. Səhnəyə kuryerlikdən, fəhləlikdən, işıqçılıqdan gəlmişdi. Sonra Azərbaycan səhnəsinin yadda qalan simalarından birinə çevrilmişdi. Səsi ilə insanları heyrətləndirir, parodiyaları ilə güldürür, dostlarına isə ölümündən danışırdı. Ən qəribəsi də budur. Elçin Həmidov öz ölümündən qorxurdu. Bəlkə də buna görə heç vaxt ailə qurmadı. Bəlkə də buna görə insanlara bağlanmaqdan çəkinirdi. Amma sonunda qorxduğu şey baş verdi. O evində tək öldü, lakin bir şeyi səhv hesablamışdı. Çünki qapısı bağlansa da Elçin Həmidovun adı Azərbaycan tamaşaçısının yaddaşında heç vaxt silinmədi. Səhnənin işıqları söndü, amma onun yaratdığı obrazlar hələ də yaşayır. Elçin Həmidov. İnsanları güldürərək öz ağrısını gizlədən aktyor və bəlkə də onun həyatının ən böyük paradoksu elə bu idi.